Deməli, mən də bu barədə çox fikirləşmişəm. Bəziləri deyirlər ki, Ceyhun, bax, gəl müzakirə eləyək 2 dəqiqə. Bəziləri deyirlər ki, bax, xarici ölkələrdə əgər piyada keçidindən keçməyibsə, onu maşın vurursa, sürücünü o dəqiqə buraxırlar, gedir və bizdə də elə olsun. Ceyhun, mən bunu analiz eləmişəm. Düz də yaxşıdır, belə güya yaxşıdır. Amma bilsən nə olacaq? Biz hər ölkənin öz mentaliteti var. Bizdə elə aqressiv adamlar var ki, onlar əgər bu qanun həyata keçsə ki 100%, bayaq dedim, müstəntiqlər deyirlər, sən qəzanı aradan qaldıra bilərdinmi, sürəti aşağı sala bilərdinmi? Bunlar hamısı nəzərdə tutulur. Əgər bunlar olmasa bilsən nə olacaq? Bəzi aqressiv sürücülər elə bil ki, piyada keçidindən keçməyən piyadanı keçib onu basacaqlar. Yəni, təzə qanun var. O da siz necədir? Bilmən fikir vermirsən yox. Biz normal insanlar, normal sürücülər piyada görəndə hansı ki piyada keçidindən keçmir. Nə edirik? Qazdan ayağımızı çəkirik, ayağımızı torumuza qoyuruq ki birdən keçər. Heç görmüsən, yəqin ki görmüsən. Bəzi insanlar piyada keçidindən keçməyən piyada var. Hətta piyada keçidindən keçən piyada. Qazı artırır üstünə sürür ki tez keçsin. Bilməm görmüsən ya yox. Qazı artırır, tez elə. Buna bax, doğuşana bax, yolunda keçir. Bunlar hamısı nədən irəli gəlir? Bu beyində olan düzgün prosesləri getmir. Deməli, bəzi insanlar piyadaya hörmətsiz yanaşır. Bunlar yaddan çıxardırlar ki, bunlar yoldadılar. Bunların anaları, bacıları, qardaşları bu dəqiqə piyadadılar, hardasa yol keçirlər, onların da qabağına adam çıxa bilər. Onlar piyadaya... Aqil müəllim, özü də piyada ola bilər. Özü də piyada, maşından çıxırlar. Bunlar yaddan çıxardırlar. Sürücü olan kimi, elə bir piyadaya ikinci sort adam kimi baxırlar. Və bu problemlər piyadaya olan hörmətsizlik bilsin nədən gəlir? Bəzi insanlar, Ceyhun, piyadaya bilsin necə baxırlar? Uğursuz, hətta maşın ala bilməmiş, Jiguli də ala bilməmiş bir insan, əgər ala bilməyibsə, mənim qabağımdan tez mən keçirəm. Belə baxırlar. Bu böyük bədbəxtlikdir. Çox təəssüf, bəli. Çox təəssüf ki, belədir bəzi adamlarda. Ona görə də o bayaqki söhbət var ki, piyada keçidindən qıraqda əgər adam basılıbsa, o dəqiqə sürücü bizdə mümkün olan şey deyil. Elə basa-basa gedəcəklər hamı.